İsmail, Azərbaycan bu xarici uğurları, diplomatik qələbələri, indi mən 2020-ci ilə qayıtmam deyə bu qazandığımız tarixi zəfəri vurğulamıram. Bu məqamlar kifayət qədər yaxşıdır, amma daxildə müəyyən problemlər bu gün də özünü büruzə verir. Məsələn, dünən bir məlumat yayıldı. Sabiq Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı ilə bağlı qərar verdi Sabah məhkəməsi. Amma burada bir maraqlı məqam var, xüsusilə ona qarşı olunan ittihamlardan. İttiham belədir ki, dövlət çevrilişində cəhd məsələsi gündəmə gətirilib. Bu proseslə bağlı nə düşünürsünüz siz ümumi olaraq? Mən də sizin kimi dünən mətbuatdan oxudum və bu gün daha biraz geniş mətbuatda bu yer aldı bu mövzu. Faktiki olaraq ittiham verilibdir və səhv eləməsə 4 aylıq ev dustaqlığı. Ev dustaqlığına və hələ ki məhkəmənin qərarı yoxdur. Yəni yekun hökm yoxdur. Yekun hökm yoxdur. Yəni yekun hökmü olmadan kimisə ittiham eləmək, kimisə suçlandırmaq düzgün deyil. Ancaq ittihamlar kifayət qədər ciddi ittihamlardır. Yəqin ki, dövlət çevrilişinə məşğul olan bir şəxsin və yaxud qrupun ətrafı da böyük olur. Bunu nəzərə almaq lazımdır. Nəzərə almaq lazımdır ki, uzun illər dövlət hakimiyyətində prezident aparatının rəhbəri kimi fəaliyyət göstəribdir. Əgər öz həllini tapsa, əlbəttə ki, bu çox məsələ deyirlər, xəmir su aparacaqdır, belə bir məsələ var. Xəmir çox su aparacaqdır. Yəni, onda elə çıxır ki, bu və digər dövlət strukturunda, təşkilatlarında da məsələ yoxlamalar aparılmalıdır. Bu şəxsin əlaqəli olan adamlar məsuliyyətə cəlb olunmalıdır. Əgər oradan da həllini tapsa, yəni bu ittihamlar yerini tutsa, yəni bu istintaqın əvvəldən biz vaxtda məlumat deyənməli, çünki bizim ən azı bir, məsəl üçün mən siyasətçi kimi münasibət bildirməyim istintaqa təhsil kimi qəbul olunur. Ona görə də bunu istintaq bilər, məhkəmə bilər, yəni məhkəmənin və istintaqın yekun qərarını və məhkəmənin hökmünü gözləmək.